Məktəbəqədər tərbiyə müəssisələri uşaqların həyatında mühüm rol oynayır və onların inkişafı üçün vacibdir. Bu sarıdan ölkəmizdə müəyyən işlər görülüb, lakin mövcud şərait hələ də ürəkaçan deyil. Və bu baxımdan bəzi bağçalarda şərait də ürəkaçan deyil. Bu səbəbdən uşaqların müəyyən faizi hətta bağçalara gedə bilmir. Bölgələrdə isə vəziyyət bir qədər də mürəkkəbdir. Əməkdaşımız Pərvanə Nəhmət qızı Lənkəranda araşdırma aparıb izləyək. Harada görmüsünüz? Suda görmüsünüz. Lənkəranda mövcud 51 dövlət məktəbəqədər təhsil müəssisəsinin ümumi tutumu təxminən 2500 yerlikdir. Bu müəssisələrdə hazırda 2358 uşaq təlim-tədris prosesinə cəlb olunub. Rayonda 229 min əhalinin 10.280 nəfərinin 2-5 yaş arasında olan uşaqlar olduğunu nəzərə alsaq, bu və ya digər səbəblərdən uşaqların çoxu bağçalara gedə bilmir. Apardığımız müşahidələr, əhali arasında keçirdiyimiz sorğu da regiondakı uşaq bağçalarının müasir tələblərə cavab vermədiyini göstərir. Qəsəbələrdə belə şərait yoxdur. Analar var, işləyir, uşağın saxlamaya bir adam tapmaq istəyir. Müasir dövrə uyğun bağçalarımız çox olsun. Şəhərdə yaxşı bağçalarımız çoxdur, var. Amma biz istəyirik kətdə də Şiləvarın özündə də olsun. Hər adamın imkanı da çatmır, özələ qoysun. Kənd və qəsəbələrin çoxunda bağça binalarının köhnə olması şəraitsizdək valideynləri uşaqlarını şəhər bağçalarına göndərməyə sövq edir. Təmizsiz bağça var Süləmardovda. Çox təmizsiz o bağça. Mən istədim əvvəl ora qoyum, gördüm bağçanın elə bir təmizsizdir, ora qoymadım, şəhərə qoydum. 2 nəvəm var, 7 saylı bağçaya gedirlər. Bağça yüksək səviyyədə təmirlidir. Bizim ərazimizdə də 7 saylı bağça kimi belə bir bağça olaydı kaş. Sözü gedən bağçada dolduq. Lənkəran şəhər 7 saylı uşaq bağçası yenidir. Texniki bazasının müasir olması ilə yanaşı təlim-tərbiyə prosesi də yüksək səviyyədə təşkil olunub. Lakin uşaq sayının kifayət qədər çox olduğu bu bölgədə cəmi bir belə bağçanın fəaliyyət göstərməsi olduqca aşağı göstərici hesab olunur. Məsələ ilə bağlı Lənkəran Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Bildirildi ki, Lənkəranda mövcud 51 uşaq bağçasından 26-sı uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Digərləri isə xüsusi layihə əsasında tikilib. Qurumun tabeliyində olan təhsil müəssisələrinin təmiri və tikintisi növbəllik və prioritetlilik prinsipi əsasında həyata keçirilir və bu zaman ərzində əlçatanlığın olması üçün alternativ yollardan da istifadə edilir. O da bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində qəbul planı bu il 99% dolub. Ekspertlərin fikrincə bağçalar təkcə işləyən valideynlərin uşaqlarını rahatlıqla həvalə etdikləri məkan deyil. Körpələr üçün bu müəssisələr cəmiyyətə inteqrasiyanın təməlini təşkil edir. Onların ilk ünsiyyət mühitini formalaşdıran və oyun dostlarını qazandıqları vacib bir mərhələdir. Məhz burada uşaqlarda müstəqillik, ünsiyyət bacarıqları, özünə inam və intizam formalaşır. Xarici faktorlar səbəbindən körpələri bunlardan məhrum etmək əslində gələcək nəslin formalaşmasına vurulan zərbədir. Uşaq qrupda özünü tapır. Ünsiyyətə bir növ ehtiyac duyur. Bu ünsiyyəti uşaq evdə tam ala bilmir. İkinci bir tərəfdən uşaq qabiliyyətini, bacarığını üzə çıxartmaqdan ötəri, özünü qiymətləndirməkdən ötəri mütləq şəkildə məktəbəqədər tədris müəssisələrində olmalıdır. Məktəbəqədər tədris müəssisələrində praktikaya gedərkən uşaqlara diqqət yetiririk və hansı uşağın evdən gəlməsini və hansı uşağın bağçada artıq bir neçə ildir olmasının fərqini oradan görürük. Uşağın erkən inkişafı onun sonraki təhsilində ən vacib mərhələdir. Həyatının bu dövründə yaranan idrak fəaliyyətindəki itkiləri gələcəkdə bərpa etmək çətindir. Bu səbəbdən balacaların gələcəyi üçün indidən müvafiq tədbirlər görülməli, hər kəs öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir. Uşağın erkən inkişafı onun sonraki təhsilində ən vacib mərhələdir. Bu dövrdə idrak fəaliyyətində yaranan itkiləri gələcəkdə bərpa etmək çətindir. Bu səbəbdən balacaların gələcəyi üçün indidən müvafiq tədbirlər görülməli, hər kəs öz payına düşən öhdəliyi layiqincə yerinə yetirməlidir.